Salam dostlar. Bugünkü videoda sizə internetdən heç bir yatırım etmədən pul qazanmağın ən məşhur yollarından biri olan lisensiya platformasından danışacağam. Əgər siz də evdən çıxmadan sadəcə telefon və ya kompüter vasitəsilə əlavə gəlir qazanmaq istəyirsinizsə, bu video tam sizlikdir. Gəlin sizə lisensiya platforması haqqında qısa bir məlumat verim. Bildiyiniz kimi bu platformada hər hansı bir anketi dolduraraq, videolar izləyərək, oyunlar oynayaraq, yəni pul qazana bilərik. Gəlin bir yerdə bu saytla tanış olaq. Bildiyiniz kimi daxil oluruq burdan. Yəni yeni qeydiyyatdan keçmək üçün. Və burada özümüzə aid bəzi məlumatlarımızı yazmalıyıq. Çünki bu məlumatlar bizə demək olar ki, anket tapmaqda, burada yəni bir çox işdə bizə köməklik göstərir. Gəlin indi birlikdə qeydiyyatdan keçək. Artıq mənim bu saytda qeydiyyatım olduğuna görə mən yenidən qeydiyyatdan keçməliyəm. Amma siz sadə bir yolla, yəni sadəcə mail hesabınız və parolunuzu yazaraq, daha sonra adınızı qeyd eləyərək bu saytdan qeydiyyatdan keçə bilərsiniz. İndi isə gəlin mən sizə sayt haqqında məlumat verim. Saytda həm anket yazaraq, həm də oyunlar oynayaraq pul qazana bilərsiniz. Gördüyünüz kimi burada bəzi oyunlar var ki, həm deyir oyunu yüklə, həm pul qazan və bəzi levellərə çatanda artıq balansınıza daha çox pul gəlir. Oyunları buradan seçib özünüz yükləyə bilərsiniz. Və yaxud da burada anket yazaraq, yəni anketlər dolduraraq pul qazana bilərsiniz, videoları izləyərək pul qazana bilərsiniz. İndi isə gəlin birlikdə biz anket dolduraraq, yəni başlayaq. Anketləri dolduraraq buradan davam edək. Həm hasant, həm də daha mənə rahat olan bir şeydir. Düzdür, burada siz istəsəz davamlı olaraq, yəni oyunlar oynayaraq daha çox pul qazana bilərsiniz. Çünki oyunlarda daha çox pul var. Amma mən indi sizə qısa bir göstərmək istəyirəm. Buna görə gəlin anketlərdən başlayaq. Və bildiyiniz kimi mən əvvəlcə mənə rahat olmaq üçün saytı türk dilinə çevirirəm. Və burada gördüyünüz kimi 3.3 xətt var. Biz bura daxil oluruq. Burada anketlər yazılıb. Anketlərə daxil oluruq və burada anketi tamamla yazılıb. Seçim edib davam edirik və artıq qarşımıza açılır. Mən yenə burada türk dilini seçirəm. Və gördüyünüz kimi artıq burada diqqətlə oxuyuruq və cavab veririk. Və gördüyünüz kimi sual burada yazılıb. İndi gəlin birlikdə oxuyaq və cavab verək. Bizə sual verir ki, oyun oynamaq üçün hansı cihazlardan, yəni hansı telefonmu, kompütermi, yəni nə istifadə edirsiniz? Gəlin bir yerdə seçim edək. Və burada bütün gördüyünüz kimi seçim edəcəyimiz yazılar yazılıb. Mən digər verirəm və davam edirəm. Sual verir ki, uçaqla hangi amaçla, yəni səyahət edirsiniz? Belə deyək də, boş vaxtlarımızda. Çünki istirahətə ancaq boş vaxtlarımızda gedə bilirik. Və burada bizim yəni uçağımızdan sual verir. Gəlin bunu da cavablayaq. Deyir ki, uçduğunuz hangi uçuş türlerini tercih ediyorsunuz? Yəni bu türkçə veriliyinə görə mən uluslararası seçirəm burada. Davam edirəm. Gəlin burada seçək. Əslində mən buna belə seçim edərək baxıram əvvəlcə. Və birini seçərək davam edirəm. Və sual verir ki, həftədə neçə saatımız video, yəni kompüter oyunları oynayaraq keçiririk. Əslində mən demək olar ki, günün 1 və 3 saatını keçirirəm. Sual verir ki, davamlı olaraq maşın sürürsünüzmü? Əslində burada bir arabam var, yəni bir maşınım var. Mən yazıram ki, hayır. Yəni yox yazdım və davam edirəm. Və gördüyünüz kimi yenə bir satın almalıdır birinci dəfə. Gəlin burada da seçək. Mən yenə yox bastım. Və sual verir ki, yenə də mən yox basıram buna. Və daha fazla soru cavablayaraq kazanın deyir mənə. Mən də buna evet bastım və artıq mənim balansımda 2 sent var. İndi gəlin birlikdə buna baxaq. Əslində siz oyunlarla daha çox qazana bilərsiniz, amma mən anket daha rahat olduğu üçün
Mən anketlə qazanıram. İndi gəlin biz gedək mənim balansıma baxaq. Görək artıq bu mənim balansıma oturubdurmu? Hə, artıq gördüyünüz kimi mənim balansımda 7 sent var. Və gördüyünüz kimi yəni bu qədər hasatdır. Gün ərzində burada bir neçə anket dolduraraq video izləyərək, yəni burada cürbəcür seçimlər var. Siz özünüz sizə hansı uyğundur onu seçə bilərsiniz və gördüyünüz kimi oyunlar da var və hətta oyunlar az deyil, yəni çoxdur. Hansısa rahatsızdır onu seçə bilərsiniz. Ümidvaram mən sizə tam izah edə bildim. Bəzən videoda susurdum çünki türk dilindən Azərbaycan dilinə tərcümə eləmək mənə biraz çətin gəlirdi. Buna görə də video çox yəni tam sualları yəni siz oxuya bilmirdim, amma özünüz artıq orada oxuyaraq yəni cavablayarsınız. Anketlərə nə qədər düzgün cavab versəz, sizə o qədər anketlər yəni qarşınıza çıxır və daha çox pul qazanırsınız.